var. Gülər xanım, Böyük kişinin arxasında böyük bir xanım dayanır. Bəli, Dəstək o mənada deyil. O demək deyil ki, ona kömək eləməlidir, yemək getməlidir, əyin onu da etməlidir. Amma mənəvi baxımından biz bu günlərim xanımlara elə bir qiymət verməliyik ki, o xanımlar böyük bir sərkərdələr dünyaya gətiriblər. O xanımlar milli, mənəvi, torpağı, vətəni, milləti qoruyan şəxslər dünyaya gətiriblər. Onlar o qədər sağlam ruhiyyədə olmalıdırlar cümlədən, o cümlədən kişi də o xanıma elə gözəl xidmət eləməlidir ki, o demək deyil ki, ancaq xanım ona xidmətin xeyr. Elə gözəl xidmət etməlidir ki, onun o bir sözlə tükünə bir toz qonmasın. Yəni niyə? Sabahlarım o insan, o ana elə bir şəxsiyyət dünyaya gətirəcək. Bəlkə də biz olmayacağıq, amma Azərbaycanımızı, torpağımızı, vətənimizi dünyalar içində tanıdan insanlar olublar, olacaqlar və olublar da ki, dəfələrlə bu sözlər deyilib ki, o xanımlar o xanımlardır. Amma biz o demək deyilik ki, xanımlardan istifadə edək, reklam çəkdirək, pul qazanaq. Xanımlardan istifadə edək, başqa bir iş görək, piştaxta arxasında geyimlər filanla bu günlər mən çox təəssüf edirəm. Bir Ədhəm müəllim buyurdu. TikTokda baxırsan ki, insanlar çox təəssüf olsun. Bəzi insanlar xanımlar vasitəsilə geyim satırlar. Xanımlar vasitəsilə ev satırlar. Xanımların tərzləri, geyim tərzləri vasitəsilə maşınlar satırlar. O vasitə o insanların, o xanımlara bəli dəyər qiymət elə başa düşürlər ki, bəziləri elə başa düşürlər ki, o xanımlara dəyər qiymət verməkdir. O xanımların şənini, şəxsiyyətini, onun o xanımlığını aşağı salan şəxsiyyətlər. Bir sual vermək istəyirəm, olar mı? Buyurun, buyurun.